Bugün keçirik bir iki qat bərabərsizlikləri. İki qat bərabərsizliklərdə. Birinci deyirik ki, məsələn, iki qat bərabərsizlik o demək ki, tutaq ki, iki dənə mənə bərabərsizlik verib. -2 kiçikdir x üstəgəl 4. Bir bunu verib. Bir də verib mənə x üstəgəl 4 kiçikdir 1. Bunu verir. Bunları deft bərabərsizliyinin həll edir və ədəd oxunda göstərir. Neynirəm? Əvvəl həll edirəm. X üstə 4. Gəlin bunu eyni rənglə yazın. X üstə 4 böyükdür -2-dən. X böyükdür. -2-dən 4'ü çıxanda -6 qalır da, düzdürmü? Digər tərəfdə isə x kiçikdir. 1'dən 4 çıxanda -3. Bir bu bərabərsizliyi aldım, bir də bu bərabərsizliyi aldım. İndi nə edirəm? Ədəd oxu çəkirəm bir dənə. Ədəd oxu çəkirəm. X-dır bu. Bir var -6. Bir var -6. Bir də var -3. Düzdürmü? Nə edirəm? -3'dən kiçiklər. -3'dən kiçiklər buradır. -6'dan böyüklər. -6'dan böyüklər buradır. Düzdürmü? İndi mənim ədəd oxum hansı aralığı oldu? Yəni əgər x-in də yuxarı həm aşağı uyğundursa, mən götürürəm nəyi? -6, -3. Aydındır? Yəni ikisine də aid olan hissə, ortaq hissəni götürürəm. Sonra bir dənə də yazırıq buna aid. Bir dənə də buna aid yazıram. Yəni bu dərsdə çətinlik yoxdur. Əsas odur, həll edirik, sonra ədəd oxunda ümumiləşdiririk. Məsələn, bir dənə başqa nə yazım? -3 üstəgəl x böyükdür 0. Böyükdür 0. Bir bunu yazırıq. Bir də yazırıq -3 üstəgəl x, -3 üstəgəl x kiçikdir -4. Bir də bunu yazırıq. İndi nə edirəm? X böyükdür 3'dən, 3 bu tərəfə keçir də. Burada da x kiçikdir -1'dən. İndi ədəd oxu çəkirəm. X-dır. 1 yazıram -1. Burası 0'dır. Burada bunları niyə mən belə? 1 -1 0 bir də 3. İndi nə edirəm? 3'dən böyüklər. 3'dən böyüklər getdi. -1'dən kiçiklər getdi. Düzdürmü? İndi bunun cavabı nə olacaq? Cavabı o olacaq ki, mənfi sonsuzluq -1. Aran götürürəm sonra. Mənfi sonsuzluq -1. Bir də birləşdiririk. 3 müsbət sonsuzluq. Aydındır? 3 müsbət sonsuzluq. Bu da belə. Sonra görək. Görək başqa nümunə var. Başqa nümunə yoxdur. Yəni ki, ortaq olduqda, məsələn, tutaq ki, burayla buradır, ikisinin də. Ortaq olduqda bu ikisini götürür. Amma ortaq olmayında, hərəsi ayrı-ayrı olduqda, mənfi sonsuzluq, -1, 3 müsbət sonsuzluq. Amma bu, hər zaman bu mötərizə olmur. Baxırıq, bərabər varsa, bu kvadrat olacaq. Yəni, onu da nəzərinizdən qaçırtmayın. Bu mövzuda bir problem var. Yoxsa keçirim digər mövzumuza. Digər mövzumuz isə modul daxilində bərabərsizlik adlanır. Məsələn, tutaq ki, deyək, modul daxilində x kiçikdir 4. Nə edirəm? Ədəd oxunu çəkirəm. X. Ədəd oxunu çəkdikdən sonra, bu o deməkdir ki, uşaqlar, x hansı qiymətləri ala bilər? Mənfi də ala bilər, müsbət də ala bilər. Yəni,
Məsələn, modul daxilində, tutaq ki, deyəm, modul daxilində x kiçikdir a. Yəni, bu ədəd oxu o deməkdir ki, mənfi a, 0, müsbət a. Yəni, mənfi a-dan müsbət a-ya kimi bütün ədədləri ala bilər. Aydındır? İndi burada nə deməkdir? Mənfi 4-dən kiçik. Yəni, x mənfi 4, bir də müsbət 4. Bir də 0. Yəni, x mənfi 4-dən müsbət 4-ə kimi bütün ədədləri ala bilər. Aydındır? Mənfi 4 ilə müsbət 4 aralığı. Çünki moduldadırsa, mənfi də qoysam, müsbət də qoysam, eyni nəticə verəcək. Tutaq ki, bir dənə başqa cürəsini yazaq. Yəni, modul olduqda onun mənfisini də götürürəm, müsbətini də. Tutaq ki, x, modul daxilində x böyükdür 3. Bunu necə təsvir edirik? Bərabərsizlik yazırıq. Bir də 200-lük uşaq. Yəni burada o deməkdir ki, kitab bağlı. Yəni x-dan böyük olduqda, böyükdür mənfi 3 olduqda, bir yazıram mənfi 3, bir yazıram 0, bir də yazıram müsbət 3. Yəni bu o deməkdir ki, mənfi 3-dən böyüklər, eyni zamanda, daha doğrusu müsbət 3-dən böyüklər, eyni zamanda mənfi 3-dən də kiçiklər. Yəni, bunu nəzərdə tutur. Mənfi 3, müsbət 3 aralığını nəzərdə tutur. Burada da nə olacaq? Mənfi sonsuzluq, mənfi 3, birləşir, 3, müsbət sonsuzluq. Aydındır? Və buradan belə bir nəticəyə gəlirik. Əgər modul daxilində x kiçikdir a olarsa, mənfi a, müsbət a, 0. Bunların ikisinin aralığı götürülür. Kiçikdir a olarsa, ikisinin aralığı götürülür. Əgər modul daxilində x böyükdür a olarsa, o zaman 0 a. O zaman nə götürülür? Mənfi sonsuzluq mənfi a-ya kimi, a müsbət sonsuzluğa kimi götürülür. Aydındır? Böyük olanda elə götürülür. Kiçik olanda orta aralığı götürülür. Sualı olan var bu mövzu ilə də bağlı. Yenə də bu işarəyə fikir veririk. Əgər bu varsa, belə olmalıdır. Belə, bugünkü mövzumuz bu. Bugün bu keçirilən mövzu ilə birlikdə biz bərabərsizliklər bölməsinin də sonuna çatdıq. Belə.